Xomeyni'nin vasitəsilə bu elan olub, müsəlmanlar hər il oruçluğun axır cüməsini qeyd edirlər. Bu qeydin mənası budur ki, möminlər, müsəlmanlar hər yerdə zülm olsa, hər yerdə təcavüz olsa, zülmünən, təcavüzlə müsəlmanlar öz müxalifətçiliklərin bildirirlər. Hər təcavüz eləyən insan əgər birinin malına, birinin abrısına, birinin torpağına təcavüz eləyir, müsəlmanlar o təcavüzlə müxalifdirlər. Xüsusilə bunun başlanmağı Fələstinin barəsində başlanıb. O insanları ki, qəsb eləyiblər Fələstinin torpağın. Uzun illərdir giriblər bir iddə müsəlman, insan, söhbət müsəlmançılıqdan yox fəqət, hətta insanlıqdan gedir. İnsanların evinə giriblər və evlərin qəsb eləyiblər, özlərin çıxardıblar evdən. İndi onlar öz evlərin istəyirlər, bunlar onlara deyirlər, siz teröristsiniz. Bunu dünyada görür, o tərəqqi eləyən dünya. O dünya ki, tərəqqi eləyib, elm tərəqqi eləyib, insaniyyət geri qalıb. Elm tərəqqi eləyib, əxlaq geri qalıb. Elm tərəqqi eləyib, mənəviyyət ölüb dünyada. Tərəqqi eləyib, adamı nə ilə öldürərlər tərəqqi eləyib. Mənəviyyət yox. Mənəviyyət ilə elm ikisi əgər bərabər tərəqqi eləməsə, elə bil bir insanın şəhvəti var, ağlı yoxdur. Ağlla şəhvət ikisi bərabər dərəcədə tərəqqi eləyir. Əgər 5 yaşında uşağa Allah şəhvət versəydi, ağlıdakı yoxdur, bütün dünyada cinayət olardı. Amma onun ağlının yetişən vaxtlarında şəhvəti də yetişir. Ki, şəhvəti ağıl idarə eləsin, nəzarət eləsin. İndi uzun illərdir, onlar giriblər insanların, xüsusən də müsəlmanların birinci qibləsin işğal eləyiblər. İndi bu deyir, mən gedirəm öz məcidimdə, öz qibləmdə namaz qılam. Deyir, sən deyəsən teröristsən, səni öldürəcəyəm. Ondan vırır, öldürür. Göylə vırır, öldürür. Yerdən vırır, öldürür. Nə bilim, əlinə nə gəlir, vırır, öldürür. Gündə 5 nəfər, 10 nəfər, 20 nəfər, bəzən çox, bəzən az, hər gün xəbərlərdə var ki, öldürürlər onları, amma dünyanın hamısı da görür, bəşərin hüququnu qoruyanlar da hansı cəhənnəmdə ölüblər. Bilinmir ki, onlar hardadır. Almaniyada bir dənə pişici zibil qabına atmışdılar, mən özüm gördüm bunu. Qəzetlərdə yazdılar, heyvanların hüququ tapdalandı. Bir pişik zibil qabıdaydı. Hani o ay-vay deyənlər, gəlsinlər insanların, cənazələrin torpağın altından çıxarsınlar. Uşaqlar, südəmər uşaqları, qoca qadınları, Quds günü, yəni bütün işğal olunmuş torpaqların hamısını müsəlmanlar qoruyur. Heç fərqi yoxdur ki, Azərbaycan torpağı erməni əli ilə Qarabağda işğal olsun. Heç fərqi yoxdur ki, Fələstin torpağı başqalarının əli ilə, Sehyonizmin əli ilə orada işğal olsun. Heç fərqi yoxdur ki, Nəcəf torpağı, Kərbəla torpağı, Samirra torpağı, Kazımeyn torpağı bu oğruların, adam öldürənlərin hamısının baş rəhbərinin əli ilə orada işğal olsun. Onların hamısını müsəlmanlar oğru bilir, onların hamısını xain tanıyır və o xainlərin xiyanətlərinə etiraz əlaməti olaraq Quds günü müsəlmanları
dua eləyirik və xainlərdən öz nifrətimizi bildiririk.